Allaha o qədər inanclı halda şükür edirsən və başıma gələnləri Allahdan hədiyyə olaraq şükürlə qəbul elədiyindən ötürü Allah sənə ətrafında bu qədər pozitiv olmağı bəxş edib. Bu qədər ətrafı aydın görməyi sənə nəsib edib. Bu qədər ətrafda dəyərli olmağını Allah sənə bəxşiş edib. Xoş sənin halı var. Allah sənin simanında bütün mömin bacı qardaşları öz nəzər rəhmətindən uzaq salmasın. Allahı ant verəm öz Allahlığına, sənə verdiyi səbri, dilinə verdiyi şükürü daim ta qəbr evinə qədər sevə-sevə onu huzurla yaşamağı səndə qoruyub saxlasın. Mən sənin kimi analarla fəxr edirəm. Sən Allahın sevdiyi, seçdiyi bəndəsən ona görə ki, Allah Təbarətəala sənin sülbündən şəhidlər qərar verib, şəhid qərar verib. Deməli, sən Allahın yanında o qədər əzizsən ki, Allah sənin balanı seçib o məqamla müjdəliyib və sən də onu anlamağı bu cür açıq, aydın şəkildə bəxş edib. Allah səni qorusun. Allah səni yerin göyün bəlasından hifz eləsin. Allah sənə verdiyi bu həvəsi, bu pozitivliyi səndən almasın. Sən ki, bu oğlunun yolunda bu qədər bu videolar çatırsan, çəkilişlər, bu dəyərlənmə, bu hamısı sənin sahəndədir. Sənin sahəndə olmaqda da Allahın lütfüdür ki, sənə bu həvəsi verirsən, bunu yarada bilirsən və bununla səni yaşadır. Şükür olsun Allaha ki, Allahın rəhməti bu qədər böyükdür. Allah səndən razı olsun. Mən baxdım, qəlbimin səsi idi ki, səndən də bu cür bölüşdüm. Cümlə mübarək olsun.